Herkese salam. Bugün sizlerle birlikte YouTube'da necə uğurlu bir kanal yaratmaq adlı, necə kanalı inkişaf elətdirmək haqqında bir video çəkəcəm. İndi isə diqqətlə qulaq asın. Əminəm ki, siz də bu məsləhətləri alandan sonra çox gözəl bir YouTube kanalı yarada biləcəksiniz. Biraz xəstəyəm, ona görə tam da yaxşı danışa bilmirəm, amma bugün bu videonu çəkməliydim. Ona görə başlayaq. Birinci, kanalın məqsədini və mövzusunu müəyyən etmək. Deməli, kanala başlamazdan əvvəl hansı mövzuda məzmun yaradacağını və hədəf auditoriyanı müəyyənləşdir. Və özünə bu sualları ver ki, hansı mövzuda videolar çəkəcəyəm? Məzmunum kimlər üçün nəzərdə tutulub? Hansı problemləri həll edəcəyəm və hansı dəyəri təqdim edəcəyəm? Bu suallara cavab tapmaq kanalın istiqamətini və məqsədini aydınlaşdırmağa kömək edəcək. İkinci, kanalını yarat və tənzimlə. Birinci, Google hesabına daxil ol. İkinci, YouTube'a keç və profil şəklinə klikləyərək kanal yarat seçimini seç. 3. Kanal adını, profil və banner şəkillərini əlavə et. 4. Haqqında bölməsində kanalın məqsədini və təqdim etdiyin dəyəri izah et. Kanalı tənzimləyərkən vizual elementlərin, profil şəkli, banner, peşəkar və cəlbedici olmasına diqqət et. 3. İlk videonu hazırla və yüklə. Mövzunu seç və ssenari yaz. İşıqlandırma və səs keyfiyyətinə diqqət et. Videonu çək və montaj et. Cəlbedici başlıq və təsvir əlavə et. Miniatür yaradaraq videonu fərqləndir. Videonu yükləyərkən açar sözlər və etiketlər əlavə etməyi unutma ki, izləyicilər videonu asanlıqla tapa bilsinlər. 4. Kanalı inkişaf etdir və izləyici kütləsini artır. 1. Müntəzəm məzmun paylaşımı. İzləyicilər müntəzəm olaraq yeni məzmun gözləyirlər. 2. SEO optimizasiyası. Başlıq, təsvir və etiketlərdə uyğun açar sözlərdən istifadə et. 3. Sosial şəbəkələrdə paylaşım. Videolarını Facebook, Instagram və digər platformalarda paylaş. İzləyici əlaqəsi. Şərhlərə cavab ver və izləyicilərlə ünsiyyət qur. Analitikaları izləmək. YouTube Studio vasitəsilə videolarının performansını izləyərək strategiyanı təkmilləşdir. 5. Monetizasiya və gəlir əldə etmək. YouTube kanalından gəlir əldə etmək üçün aşağıdakı şərtləri yerinə yetirməlisən. 1000 abunəçi və 4000 saat izlənmə əldə et. YouTube partner proqramına qoşul və AdSense hesabını yaradaraq reklam gəlirlərindən faydalan. Əlavə gəlir mənbələri. Super chat və super stickers, canlı yayımlar zamanı izləyicilərdən dəstək almaq, kanal üzvləri izləyicilərə xüsusi məzmun təqdim edərək abunəlik gəliri əldə etmək. Hər şeydən də əlavə açar sözlərdən, etiketlərdən istifadə etməyi unutma. Çünki videolarınızın başlıq, təsvir və etiketlərinə uyğun açar sözlərdən istifadə edin ki, bu videolarınızın axtarış nəticələrində daha yüksək sıralanmasına kömək edəcək. Məsələn, başlıqda əsas açar sözü istifadə edin və təsvirin ilk 2 cümləsində əsas məlumatları və açar sözləri əhatə edin. Və tematik playlistlər yaradın. Videolarınızı mövzuya görə qruplaşdıraraq playlistlər yaradın. Bu, izləyicilərin əlaqəli videolarınızı ardıcıl izləməsinə və kanalınızın daha uzun müddət qalmasına səbəb olacaq. Playlistlərin adını qısa və anlamlı yazın. Açar sözlərdən istifadə edərək geniş açıqlama əlavə edin. Dostlar, video bu qədər oldu. Ümid edirəm ki, videonu axıra qədər izlədiniz. Biraz qısa oldu, amma məncə çox məlumatlandırıcı bir video oldu. Bu cür videoların daha çox gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı, like atmağı unutmayın. Sağ olun.